Salam, hər vaxtınız xeyir olsun. Bugün DIM test toplusundan, çoxalma antogenez mövzusundan, deməli 100-cü testdən etibarən sona qədər testlərin izahını vermək istəyirəm. 100-ə qədər niyə vermirəm? Çünki daha rahat olduğunu düşünürəm. Daha çox çətinliklər 100-dən sonraki testlərdə olur ona görə. Deməli 100-cü sualda deyir ki, eukaryot orqanizmlərdə hüceyrə bölünməsi haqqında verilənlərdən hansı doğrudur? Hər növə bölünməsindən sonra mütləq sitokinez baş verir. Bu yanlış ifadədir. Çünki hər nüvə bölünməsindən sonra mütləq sitokinez baş verdiyi bir şey yoxdur. Çünki çox nüvəli hüceyrələr vardır ki, burada sitokinez getmir. Ona görə bir yanlışdır. DNT-nin ikiləşməsi interfazda baş verir. Bu doğru ifadədir. Bir hüceyrələrdə çoxalmanı təmin edir. Bu da doğru ifadədir. Çox nüvəli hüceyrədə baş vermir. Bu yanlışdır. Yəni niyə baş verməsin ki? Əlbəttə ki, baş verir və çox nüvəli hüceyrələrdə bölünmə necə gedir? Ona görə də 2-3 C variantı doğru ifadədir. 100-cü sualda B-nin A nisbətini soruşur. Deməli, mitoz yoluna bölünən bir nüvəli hüceyrələrin sayını veribdir X. Çox güman ki, bu 2 orqanizmdir. Və yaranan hüceyrələrdə bölünmədən dərhal sonra xromatidlərin sayı. Biz bilirik ki, yaranan hüceyrələrdə parametrlər 2N, 2C olur dərhal sonra. Və burada hüceyrələrdə dediyinə görə 2 ədəd hüceyrəni biz bilirik ki, mitoz yoluna bölünmə zamanı yaranır və 2C toplamda 4C eləyir. Və bu oldu A deməli 4C oldu. Yazaq bura A bərabərdir 4 yazaq. Yaranan hüceyrələrdəki xromosomlarda bölünmədən dərhal sonra DNT zəncirlərinin sayı bu səfər meyozda. Meyozda bilirik ki, parametrlər ən sonda NC olur və bu bir hüceyrə üçün. Burada hüceyrələrdə dediyinə görə 4 hüceyrə yaranır toplamda və 4 hüceyrə birlikdə 4N 4C olur. Və bizə deyir ki, burada bölünmədən dərhal sonra yaranan hüceyrələrdəki DNT zəncirlərinin sayı. Burada C DNT molekulunun göstəricisidir. Zəncirdə yenə biz bilirik ki, bir DNT molekulu 2 zəncirdən ibarətdir. Deməli, burada 8Z yazaq. Zəncir sözünün baş hərfi Z kimi işarələyəm, 8Z kimi işarələyək. Deməli, burada DNT-nin zəncirinin sayı 8 oldu. Deməli, A oldu 4, B oldu 8. Bizə istədik B-nin A nisbəti, yəni 8-in 4-ə nisbəti, o da 2-nin 1-ə. C variantı. 102-ci sualda da o sualda ona bənzəyir. Mitoz yoluna bölünən bir nüvəli hüceyrələrdə deməli, bölünmədən dərhal sonra DNT zəncirlərinin sayı, bu səfər təsirində zəncirlərin sayını soruşur. Biz də baxaq da, orada 4C, daha doğrusu 2C idi, toplamda 4C elədi. DNT molekulunun sayı, yəni xromatidlərin sayı. Zəncirdə yəni də hər bir-iki DNT molekulu və ya xromatid 2 zəncirdən ibarətdir. Deməli, toplamda 8 edəcək. A 8-ə bərabərdir. B-də isə B-nin isə qiyməti deyir ki, bölünmədən dərhal sonra xromosomların sayı. Xromosomlar toplamda 4 ədəd olduğuna görə, yəni ENC parametrlər toplamda 4 ədəd xromosom 4N olduğuna görə bizə də bunu soruşur. B də deməli 4-ə bərabərdir. Bizə isə deyir ki, A-nın B-yə nisbəti. A oldu 8, B oldu 4. Deməli, burada da olacaq 2-nin 1-ə Y variantı olacaq. Növbəti sual, 103-cü suala baxırıq. Aşağıda verilən bölünmə mərhələlərindən hansısa meyoz bölünmə keçirdən 2N bərabər 4 xromosomlu hüceyrəyə aid deyil. Meyoz bölünmə keçirməlidir və 2N bərabərdir 4 olmamalıdır. Baxaq, burada görürük ki, artıq meyoz bölünmənin ikinci anafazasıdır. Daha doğrusu ikinci metafazasıdır və ekvatora 2 ədəd xromosom düzülüb. Deməli, 2N bərabərdir 4 xromosomlu bir canlının N bərabərdir 2 olacaq burada parametrlər. Doğrudan da bu, yəni bu doğrudur. Həmin bu canlının ikinci metafazasının göstəricisidir. Burada da birinci metafazanın göstəricisidir, bu da doğrudur. Burada isə, yəni bunu deyək, sonra onu deyərəm. Burada da doğrudur, yəni anafazanın göstəricisidir, birinci anafazanın 2N bərabər 4-ə bərabərdir. Burada da deməli 2N bərabərdir 2-yə bərabərdir. İkinci anafazada. Burada isə sualımızın cavabı budur. Yəni bu 2N bərabər 4 xromosomlu hüceyrəyə aid deyil, meyoz bölünməsinə aid deyil. Çünki burada bir xromatidli, daha doğrusu 2 xromatidli xromosomlar ekvatora düzülüblər. Yəni tək hala düzülüblər, xromosomlar düzülüblər. Yəni cüt homoloji xromosomlar yox. Tək xromosomlar düzülüblər. Ona görə də burada 2N bərabərdir 4 deyil də N bərabərdir 4-dür burada. Yəni burada 2N bərabərdir 8 olur bunun parametri. Deməli, sualımızın cavabı bu olacaqdır. 104-cü sualda isə deyir ki, X ilə işarə olunmuş hissə üçün doğru mülahizəni göstərin, müəyyən edin. Bu X sentromerdir. Bir-iki xromosomlar sentromer hissədən, xromatidlər sentromer hissədən bir-birinə birləşir və bu xromosom birinci gəlinməsidir. Doğru mülahizələri tapmalıyıq. İkinci gəlinmə adlanır, bu yanlışdır. Burada sentromerlərin sahə yerləşir, bəli.
Burada bir nüvəcik yerləşir. Xeyr, nüvəcik ikinci gəlimədən olur. Yaranır yəni. Ribosom böyük və kiçik hissəcikləri sintez olunur. Xeyr, burada sentromerdə sintez olmaz ki. İlkin gəlim adlanır, bəli. Bölünmə vətərləri birləşir, bəli. Deməli, düzgün cavab oldu 2, 5 və 6. 105-də deyir ki, mitozun eyni bir fazasında baş verən prosesləri müəyyən edin. Vətər telləri itir. Bu harda olacaqdır? Bu mitozun eyni fazası. Hər bir fazadan qarşısına, yəni hər prosesin qarşısına hansı fazada baş verdiyini yazaq. O zaman daha rahat tapacağıq. Vətər telləri itir. Vətər telləri itəcəkdir. Artıq telefazada yazaq burada. Vətər baş hərflə yazacağım. Vətər telləri əmələ gəlməyə başlayır. Bu profazadadır. Sitokinez baş verir. Bunu telefaza götürək. Yəni bizim dərsliklərə əsasən. Xromatidlər qütblərə çəkilir. Qütblərə çəkilən xromatidlər olacaqdır anafazada. Vətər tellərinin əmələ gəlməsi başa çatır. Artıq metafazada başa çatır. Və xromosomların spiralları açılır. Xromosomların spiralları açılacaqdır. Yəni despirallaşma gedəcəkdir. Bu da telefazada. Deməli, eyni fazada getdim. Vətər telləri itir. Sitokinez baş verir və xromosomların spiralları açılır. 1, 3 və 6. Növbəti sual. Hansı 3 proses mitozun eyni bir fazasında baş verir? Bölünmə vətərlərinin əmələ gəlməyə başlamaq. Yenə hər bir fazanın qarşısından, hər bir deməli xüsusiyyətin qarşısından fazasını yazaq. Bölünmə vətərlərinin, mən qələmi dəyişim, rəngini dəyişim. Bölünmə vətərlərinin əmələ gəlməyə başlaması, bölünmə vətərləri nə zaman əmələ gəlir? Profazada əmələ gəlməyə başlayır, metafazada başa çatır. Nüvə pərdəsinin bərpa olunması, nüvə pərdəsi əriyəcəkdir, profazada bərpa olunacaqdır, telefazada. Xromosomların spirallaşmasının başlanması, spirallaşma başlayacaqdır profazada. DNT miqdarının azalması, DNT miqdarı azalacaqdır artıq telefazada. Nüvə pərdəsinin əriməsi, telefazanın əvvəlində, nüvə pərdəsinin əriməsi olacaqdır profazada. Bölünmə vətərlərinin əmələ gəlməsinin başa çatması olacaqdır metafazada. Eyni fazada baş verən profazada, deməli 1, 3 və 5. Deməli, sxemə əsasən bütün doğru kəsişmələri müəyyən edin. Profaza 1-də görək nə doğrudur. Xromosom spirallarının açılması, əksinə, burada spirallaşma gedir. Despirallaşma yox, bu yanlışdır. Bizə isə doğru lazımdır. Konjugasiya gedir. Bəli, konjugasiya gedəcəkdir. Profaza 1-ə xas olan xüsusiyyətdir. Ümumiyyətcə meyoza xas olan xüsusiyyətdir. Yeni gen kombinasiyalarının yaranması mümkündür. Bəli, crossing over getərsə əgər bu proses baş verər. Haploid xromosom sayının haploid olması xeyr, yəni haploid yox, diploid olur. Deməli 2, 3. Sxemdə meyoz bölünmənin bəzi fazaları qruplaşdırılıb. Verilən qruplaşmaya aid doğru ifadələri müəyyən edin. Deməli, profaza 1, profaza 2 M-lə işarəli olunur. Aha, baxaq. Deyir ki, M xromatidlərin sayı xromosomların sayına 2 dəfə çox olur. Baxaq, xromatidlərin sayı deyir profaza 1-də 2-də. Xromosomların sayına 2 dəfə çox olur. Profaza 1-də parametr olur 2N, 4C. Profaza 2-də də olacaqdır N, 2C. Qəribə yazılır. Deməli, xromatidlərin sayı xromosomların sayı 2 dəfə çox olacaqdır. Bu doğru ifadədir. El xromosomlar hüceyrənin mərkəzində yerləşir. Eldə metafaza 1, 2-də bəli hüceyrə mərkəzi yerləşir. Doğrudur. K-da xromosomlar sayı eyni olur. K-da profaza 1-lə metafaza 1-də xromosom sayı eyni olur. Yox, profaza 1-də xromosom sayı 2N-dir, metafaza 1-də isə N-dir. Ona görə də, yəni N2C-dir metafaza 1-in parametrləri. Ona görə də bu yanlışdır, eyni olmayacaqdır. N-də isə deyir ki, sentromerə bir qütbdən vətər teli birləşir. Sentromerə bir qütbdən vətər teli birləşir. Aha, baxaq, N nədir? Profaza 2 ilə metafaza 2 yox. İkinci bölünmədə yox, birinci bölünmədə deməli qütbdən bir vətər teli birləşir. İkinci bölünmədə artıq xromosomun sentromerinə iki tərəfdən də vətər teli birləşəcək, hər iki qütbdən. Ona görə yanlışdır. K xromosomlar arasında gen mübadiləsi gedir. Profaza 1-də, metafaza 1-də. Profaza 1-də gen mübadiləsi gedər, amma metafaza 1 olduğu üçün getməz. Ona görə bu da yanlışdır. Doğru ifadə oldu 1 və 2. 109-da drozofil milçəyində mitoz zamanı anafaza mərhələsinin sonunda hüceyrədə neçə qız xromosomu olur? Drozofil milçəyinin xromosom dəsti 2N bərabərdir, 8-dir. Mitoz zamanı anafazanın parametrləri 4N, 4C-dir. Bunun anafaza mərhələsinin sonunda, anafaza mərhələsinin sonunda elə 4N, 4C-dir. Burada deyir neçə qız, hüceyrədə neçə qız xromosomu olar? Və burada 4N, 4C olduğuna görə 2N-i 8-dirsə, deməli neçə qız xromosom 4N-i qalxacaq, yəni 2 dəfə artacaq. Deməli 8 vur 2 edəcək, bir dəqiqə qələm getdi. 8 vur 2 edəcək 16.
Demək cavab 16. İnsanın sümük hüceyrəsinin nüvəsində anafazanın sonunda cəmi neçə xromosom görünə bilər? Sümük hüceyrəsi bilir ki, somatik hüceyrədir və bunun parametrləri olacaqdır anafazada. Yəni mitoz bölmə keçiriləcək və anafazada olacaq 4N, 4C. Sonda neçə xromosom görünər? 4N qədər. Yəni 92 ədəd görsənəcək. İnsanın toxumluğu yetişmə mərhələsində bir başlanğıc cinsiyyət hüceyrəsinin əmələ gəlmiş qametlərdə xromosomun cəmi neçədir? Toxumluğa bilirik ki, bir ədəd toxumluğun yetişmə zonasına bir ədəd hüceyrə daxil olursa, bir başlanğıc hüceyrəsi, sonda 4 ədəd qamet əmələ gəlir. Yəni əmələ gələn meyoz nəticəsində əmələ gələn hüceyrələrin hər biri qametə çevriləcək. Və burada hər birinin xromosom dəsti 4, daha doğrusu NC olduğuna görə toplamda 4N olacaq və bunların xromosomlarının cəmi 4N, yəni 4 vurulsun 23, o da 92 edəcək. Deməli 111, 112-ci suala baxırıq. Nə olduğunu. İnsan yumurtalığının yetişmə mərhələsində bir başlanğıc cinsiyyət hüceyrəsinin əmələ gəlmiş qametlərdə xromosomların cəmi neçədir? Burada isə qadından söhbət gedir və yumurtalıqla bilirik yetişmə zonasına bir başlanğıc hüceyrə daxil olanda bir ədəd qamet əmələ gəlir, 3 ədəd isə yönəlici cisimcik olur. Ona görə də bir ədəd qamet, yəni neçə ədəd daxil olubsa o qədər də qamet yaranacaq. Ona görə N sayda, daha sonra bir ədəd qamet əmələ gəlir, o da xromosom dəsti NC-dir. Xromosom deməli bərabər olacaqdır 23-ə sayı. 23. 113-də isə deyir ki, mitoz bölmə metafaza mərhələsində hüceyrəsində 52 xromatid olan heyvanın qametində neçə xromosom olmalıdır? Baxın, mitozun metafazasında parametrlər 2N, 4C-dir. Burada yəni 4C-ni 52 veribdir. 4C bərabər 52-dirsə, onda N bərabər nəyə? Deməli 52-ni 4-ə böləndə 13 eləyir. Deməli heyvanın qametində 13 xromosom olacaq. Mitoz bölünmə metafaza mərhələsində hüceyrəsində 48 xromatid olan, yəni bu da 12, 4C bərabər 48, C də bərabər 12, burada da 12 olacaq. Drozofil milçəyində xromosomların haploid dəsti şimpanzenin haploid xromosom dəstinin neçə dəfə azdır? Drozofildə haploid dəsti 4-ə bərabərdir, yəni 2N bərabərdir 8, bayaq dedim. N də bərabərdir 4. Şimpanzedə 2N 48 isə N 24-dür. Deməli ondan nə qədər az olacaq? 6 dəfə az olacaq. Drozofil milçəyində bu da eyni 12-dir. 117 deyir, A-nı hesablayın. Pişiyin bir nüvəli quyruq hüceyrəsində xromosomların sayını veribdir. Sitəkiniz başladığı anda. Sitəkiniz nə zaman başlayır? Telefazanın əvvəlində. Yəni telefazanın əvvəlində. Orada parametrlər nə olacaqdır? Deməli, xromosomların sayını deyir bizə. Aha. Bir də interfazanın bizə nə soruşur? A-nı soruşur. Interfazanın sonunda olan xromosomun sayını soruşur. Aha. Əgər burada deməli interfazanın sonunda isə parametrlər olacaqdır 2N, 4C. Bizə nə soruşur? Xromosom soruşur, yəni 2N soruşur. Aha, burada deməli 4, əgər telefazanın əvvəlində 4N, 4C-dirsə parametrlər və bu 4N 76-ya bərabərdirsə, onda interfazanın sonunda 2N-də onun yarısı qədər, yəni 38-ə bərabər olacaq. Növbəti sual, demək 118-də bir dənə buranın pozsun. Mən bu arada məktəbdəyəm, pəncərə saatı var. Arada pəncərə var deyə və bu aralıqda bu testləri izah edirəm. Əlavə səslər olsa, yəni üzrlə hesab edərsiniz. 118-ci sualda meyozun ikinci bölünməsinin anafaza mərhələsinin sonunda hüceyrədə xromosom, DNT molekullarının və xromatidlərin cəmi 144 olan canlının yumurta hüceyrəsindəki xromosomların sayını müəyyən edin. Yəni eni tapacağıq, haploid dəsti tapacağıq. İkinci bölünməsinin, meyozun ikinci bölünməsinin anafazasında parametrlər nə olacaqdır? 2N, 2C, 2D. DNT-yə də D yazaq da 2D. Bu zaman nə olacaq? Deməli, xromosom 2N üstə gəlsin. DNT molekulu 2N yazaq buna da, eyniləşdirək. Xromatiddə yenə 2N. Toplamda 6. N bərabərdir 144. Xromosom, DNT molekulu, 144. 144-ü bölək 6-ya, 144 bölünsün 6, 2, 4, 24. N bərabərdir 24. Elə onu soruşur bizdən. Burada da 288 veribdir. Deməli, buna 2 dəfə çox olacaq da, 48 olacaq bu da. Eyni şey soruşur da, xromosom, DNT, xromatid. 120-də nə deyir? Yumurtalıqlarda və toxumluqlarda baş verən meyoz nəticəsində cəmi 20 qamet əmələ gəlir. Aha. Deməli, yumurtalıqlarda bilirik ki, 1 qamet əmələ gəlir. Toxumluqlarda isə 4 qamet əmələ gəlir, əgər bir hüceyrə daxil olubsa. Toplamda 20 qamet əmələ gəlibsə, deməli, bunu biz x-nə işarələsək, bunu da 4x-nə işarələsək, x üstə gəl 4x, 5x bərabərdir 20 olarsa,
Onda x də bərabər burada 4 olar. Yəni deməli bunun 4 dənəsi daxil olubdur. Deməli yumurtalığa. Və 4 dənəsi də əminə gəlibdir. Burada isə 4 dənəsi erkəkdə, 4 dənə əminə gəlibdir. Bir dəqiqə qatdım qaçırdım. Tapdıq ki, x-imiz bərabər 4-dür. Bizə nə deyir? Deyir ki, əgər yəni bunu tapdıq ki 4-dür də, qadında 4 dənə əmələ gəlibdir. Deməli 4 dənəsi daxil olub. Deməli 4 dənəsi də elə toxumluqlara daxil olubdur və burada 16 dənə əmələ gəlib. Yəni onu demək istədim. Yumurtalıqda yazaq. Yumurtalıqda 4 dənə əmələ gəlibdir. Toxumluqda isə 16 dənə əmələ gəlibdir. Deyək ki, əgər meyoz prosesinə məruz qalmış ilkin erkək və dişi cins hüceyrələrin sayının bərabər olduğunu nəzərə alsaq, yəni 4-4-dür. Almış qametlərdən neçəsi yumurta hüceyri olar? Aha, tapdıq da zaten 4-dür. Bu qədər həngamə yazmama ehtiyac yox imiş. Tapdıq ki, 4 dənəsi yumurta hüceyridir, 16 dənəsi də toxumluqda əmələ gələn spermatozoiddir, qametdir. Bir fərdin somatik hüceyrəsinin bölünməsi zamanı anafaza mərhələsinin sonunda görünən xromosomların sayı 36-dır. Yəni somatik hüceyrə bölünməsi var, yəni mitoz bölünmə var. Anafazanın sonunda 4-ün bərabər də 36-dır. Deməli n də bərabər də 9 olar. Bu fərddə cinsiyyət vəzlərinin yetişmə zonasının sonunda əmələ gələn yönəci cisimciyin xromosom sayını təyin edin. Bir ədəd yönəci cisimciyi soruşur. Görürsüz, lər şəkilçisi yoxdur. Deməli n bərabər 9-sa, onun yönəci cisimciyi də bərabər 9 olacaq. Yəni n-dən söhbət gedir. Yönəci cisimcik bilir ki, haploid dəstə bərabərdir. Və bir ədəd soruşduğuna görə, ona görə n bərabər 9 götürürük elə. Aha, gəldi göyərçin məsələlərinə. Göyərçin tipi məsələlər ümumiyyətlə necə həll olunur? Bu tip məsələlərin bizim YouTube kanalında ayrı bir başlıq altında göyərçin tipi məsələlər, gametogenez məsələləri başlıq altında yerləşdirmişəm. Yəni kimin çətinliyi varsa, ora baxır, artıq o çətinliyi də dəf edə bilər özündə. Bu sualları bir-bir izah verək. Deyək, göyərçin yumurtalığın yetişmə zonasına daxil olmuş hüceyrələrin sayı 30-dur. Deməli 30 hüceyrə daxil olubdur. Əminə gəlmiş bütün qametlərdəki Y cinsiyyət xromosomlarının sayı 25-dir. Yazaq, 30 hüceyrə daxil olubsa, biz bilirik ki, 30 dənə qamet əminə gələcək. Amma ümumilikdə 120 dənə hüceyrə əminə gələcək. Bunun 60-ı X olacaq, 60-ı da Y olacaq. Bizə nə deyir? Deyir ki, əminə gəlmiş bütün qametlərdə Y cinsiyyət xromosomunun sayını 25 verib. Yəni burada qametlərdən 25-i Y-dir. Deməli bu zaman bizə nə məlum olur? 5-də deməli X imiş. Və bizə deyir ki, əminə gəlmiş bütün yönəci cisimciklərdəki Y xromosomları sayını tapın. Aha, biz tapdıq ki, verib zaten bizə şərtdə. 25 dənə Y qametdirsə, bu 60-ın 25-i qametdirsə, deməli yerdə qalanı 35-i də nə olacaqdır? Yönəci cisimciyə düşəcəkdir. Deməli bu sualda olacaq cavab 35. Növbəti suallara baxaq. Bu səfər deyir ki, 123-cü suala baxıram indi. 30 hüceyrədən 25-i deyir Y xromosomlu qametdir. X cinsiyyət xromosomlarının sayı soruşur bizdən. Biz nə tapdıq bayaq? Tapdıq ki, 30-dan 25-i Y-idirsə, 5-i X-idir. Biz ümumilikdə tapmışdıq ki, 60 dənə X var idi, düzdür? Bu 60 dənə də bu 5 dənə X-i çıxanda yerdə nə qalar? 55 dənə X qalar. Bizdən də zaten bunu soruşur. Bu bir sualda nə deyir? Deyir ki, göyərçin yumurtalığının 30 dənəsi daxil olub, 5-i deyir. Bu səfər 5-i verib bizə. X-i verib. 5 dənə X xromosomunu verib də bunu yəni verib bizə. Və bizdən soruşur ki, Y cinsiyyət xromosomlarının sayını soruşur. Bu zaman 30-dan 5-i çıxacaq, yerdə qalacaq 25. 25-də qalacaq Y yəni. 125-ci sualda nə deyir? Yenə 5 verib də X xromosomlarının sayını, cinsiyyət xromosomlarının sayını, daha doğrusu qametlərdəki X cinsiyyət xromosomlarının sayını 5 verib və bu səfər deyir ki, əminə gəlmiş yönəci cisimciklərdəki X-i tap. Biz də yuxarıda gördük ki, 60 dənə X-dirsə, bizə nə deyib? Zaten elə onu soruşdaq elə bir yuxarıdan. 60 dənə ümumiyyətlə X varsa, 60 dənə X-dən 5-in çıxanda yerdə 55 dənə X deməli yönəci cisimcikləri qalacaq. Bu sual sanki bir təkrar kimi olaq. Baxın bir dəqiqə. Hə, bu elə bir yox, təkrar deyil. Sadəcə eyni şeyi soruşurdu bizdən. 123-cü sualda da, 125-ci sualda da eyni bir şey soruşur. Cavab yəni 55 edəcək. 126-da deyir ki, yumurtalığın yetişmə zonasına daxil olmuş 40 hüceyrə daxil olub. Bu səfər fərqlidir. 40 hüceyrə daxil olub. Biraz bunu yuxarıdan yazın. 40 hüceyrə daxil olub. Əminə gələcək 40 dənə qamet. Ümumilikdə isə 160 dənə hüceyrə. Bunun 80-i X olacaq,
80 isə Y olacaq. Yəni biz bilirik ki, göyərçində XY xromosomları var da, cinsiyyət xromosomları ona görə. Əmələ gəlmiş bütün qametlərdəki cinsiyyət xromosom X cinsiyyət xromosomlarının sayı, yəni 40-dan 10 dənəsi X-dir. Deməli avtomatik şəkildə bildim ki, deməli neçəsi Y, 30 dənəsi Y-ə düşdü. Deməli deyir ki, yönəci cisimciklərdəki Y tap. Mən bilirəm ki, qametdən 30 dənəsi Y isə, ümumilikdə 80-in 30-u deməli qametdirsə, yerdə qalan 50 dənəsi də nə olacaq? 50 dənə Y-imiz yönəci cisimcik olacaq. Deməli cavabımız 50. 126-da nə deyir? Eyni həmin sualı yazıbdım. Deməli nə verib bizə? Deyir ki, qamet X, deməli 10 dənəsi X deyir qametidir. Yönəci cisimciklərdən deyir X-i tap. Bu zaman 80 dənə X-dir. 80 dənə X-dan 10 dənəsi əgər qametdirsə, 80 dənə X-dan 70 dənəsi X-imizdə nə olacaq? Yönəci cisimcik olacaq. 127-ci sualda. 128-də isə deyir ki, deməli 30 dənə deyir 40 dənədən, yəni bu sualın üstündə gedirik. 40 dənə 30 dənəsi deyir Y-dir. Görürsünüz 30 dənəsi Y-dir. Və bizə deyir ki, əminə gələn yönəci cisimciklərdir ki, Y cinsiyyət xromosomları. Bu ümumilikdə 80 dənə Y-dir. 80 dənə Y-dən 30 dənəsi qametdirsə, təbii ki 50 dənəsi də yönəci cisimcik olacaqdır. Bu da 120 neçə oldu? Bitirdim. 129 oldu desəm. Buraları bir dənə pozaq. Yəni bu tipli suallar artıq hamısı eyni misal üzərində müxtəlif suallar soruşur deyə rahat olur tapmaq. Şimdi keçək 130-cu sualda, şifahi sualdır bu. Deyir ki, uyğunluğu müəyyən edin. Stakiniz bitki hüceyrəsində, heyvan hüceyrəsindən. Sitoplazma qız hüceyrəsində həmişə bərabər bölünür. Həmişə bərabər bölünür. Burada həmişə ifadəsi biraz təhlükəli ifadədir, belə deyim. Çünki həmişə bərabər bölünür deyə bir şey yoxdur bitki hüceyrəsində, heyvan hüceyrəsində. Yəni bunu heç birisini aid etmirik əslində. Heç birisini aid etmirəm bunu. Plazmatik membranın altında əmələ gələn aktin və miozin tərkibli sapların iştirakı ilə gedir. Bu heyvan hüceyrəsində olacaq. Bu yazaq. Sitoplazma xaricdən daxilə doğru ayrılmağa başlayır. Bu da heyvan hüceyrəsində olacaq. Yəni bilirik ki, heyvanlarda sitoplazma xaricdən daxilə doğru boğumlanaraq sanki üstdən sıxırıq bölürük də onu. Bölünmə vətər hüceyrənin mərkəzindən başlayıb qılafa doğru qədər davam edir. Bu olacaqda bitkilərə aid olan xüsusiyyətdir. Yəni mərkəzdən kənara doğru, içəridən çölə doğru da belə lor dildə desəm. Mərkəzi sahədə Holce kompleksindən daxil olan maddələr hesabına bölünmə lövhəsi yaranır. Bu da Holce'nin hesabına gedir. Yəni daxildən xaricə bitkiyə aid olan xüsusiyyət. Deməli, biri aid oldu D, 2 aid oldu B, C. 131-ci suala baxırıq. Mitoz üçün proseslərin ardıcıllığını müəyyən edin. Profaza, metafaza, anafaza, telofaza. Xromosomların disperizasiyası baş verir. Bu təbii ki telofaza aiddir. Üstünə yazaq 1. Xromosomun ekvatorda yerləşməsi bu metafazaya aiddir. Vətər tellərinin yaranması bu profazaya aiddir. Və xromosomların qütblərə çəkilməsi bu da anafazaya aiddir. 132-ci sualımıza baxırıq. Mitoz üçün proseslərin ardıcıllığını müəyyən edin. Deməli, nüvəciyin yox olması bu harda olacaqdır? Nüvəcik yox olub, bütün hər bir şey qarışır. Nüvənin bütün şirəsi filan hamısı qarışır sitoplazmanın içərisinə. Bu olacaqdır profazada. Qarşısına yazaq dəqiqə, qələm götürün. Qarşısına yazırıq profaza. Vətər tellərinin tam formalaşması, vətər telləri yaranmağa başlayıb profazada, tam formalaşır metafazadır. Xromosomun sayının 2 dəfə artması təbii ki anafazada, nüvə pərdəsinin formalaşması bu da olacaqdır telofazada. Ardıcıllıqda yazmaq olar. Profaza, metafaza, anafaza, telofaza kimi. İntervazdan başlayaraq mitozun sonuna qədər hüceyrədə baş verən aşağıdakı proseslərin baş vermə ardıcıllığını müəyyən edin. Qarşısına yazaq hər birini, sonra ardıcıllığı düzəlik. DNT-nin ikiləşməsi və ATV-nin sintezi bu təbii ki interfazada gedəcəkdir. Xromosomların sitoplazmada sərbəst yerləşməsi bu olacaqda profazada, yəni nüvə qılafı əriyir, nüvə pərdəsi itir, xromosomlar spirallaşır və sitoplazmada sərbəst yerləşir. Xromosomların sayının artması 2 dəfə sayı artacaqdır anafazada. Hüceyrə sayının artması bu telofazanın sonunda götürürük stakinezi ilə bərabər. Vətər tellərinin sentromerlə birləşməsi bu olacaqdır deməli metafazada və sitoplazmanın bölünməsi bu da telofazada götürəcək. Belə deyək də telofazanın əvvəli götürək, sitoplazmanın bölünməsi, ən sonunda hüceyrə sayının artması belə götürərik. 4-ü ən sona salarıq. Hər ikisi telofazada da baş verir. Əvvəl son məsələsi sadəcə. 134-də və sonuncu sualımız. İnterfazdan başlayaraq mitozun sonuna qədər hüceyrədə baş verən aşağıdakı proseslərin baş vermə ardıcıllığını müəyyən edin. Xromosom sayının artması bu təbii ki olacaqdır anafazada. Bölünmə vətərlərin əmələ gəlməsinin başa çatması bu olacaqdır metafazada. Sindromların qütblərə çəkilməsi bu olacaqdır profazada. Nüvə qılafının əmələ gəlməsi bu olacaqdır telofazada. Nuklein turşular vizualların sintezi interfazada.
Hüceyrə sayının artması, bu da telefazada, arıcılıqda qurarıq. Deməli, interfaza, profaza, metafaza, anafaza, telofaza olmaqla. Sadəcə burada nüvə qılafının əmələ gəlməsi 4 ilə bir daha öndə olacaq. Ən sonunda hüceyrə sayının artması olacaq. Çünki nüvə qılafının əmələ gəlməsi telofazanın əvvəlindədir. Hüceyrə sayının artması telofazanın sonundadır. Ona görə. Bu qədər. Növbəti pəncərə saatımda növbəti testi də izah edərəm. Kanalımıza abunə olun. Bəyəndinizsə like edin, bizə dəstək olun. Şərhlərdə sözünüzü, fikrinizi yaza bilərsiniz. Hansı bölmənin izahını istəyirsinizsə, təbii ki, yenə şərh bölməsində qeyd edə bilərsiniz.